Salam hörmətli izləyicilər, xoş gördük hər birinizi Quşlar TV kanalında. Əziz izləyicilər, bugün istərdim sizə indi qarşıdan artıq payız ayları gəlir. Bu payız aylarında bilirsiniz ki, bu sentyabrdan sonra toyuqlar oktyabr, noyabrın tüklərini tökürlər və yumurtadan belə deyək kəsilirlər, yəni yumurtamırlar. Onda nə etmək lazımdır ki, onlar misal üçün 2 ay çəkməsin yumurtlamaqları, yəni yumurtlamamakları da doğrusu 1 aya tez tüklənib başlasınlar yumurta verməyə. Çünki çox adamda misal üçün olur ki, belə deyək də tüklərini tökürlər. Misal üçün sentyabrın axırında kəsilirlər yumurtadan və oktyabr, noyabr ayları keçir, tüklənirlər. Dekabrda da soyuq olur deyə yaxşı yumurtamırlar, ümumiyyətlə yumurtamırlar. Bu da yəni bir çox insana ziyan verir də, eləcə yem yeyir. Onun tez yumurtlamağı üçün nə etmək lazımdır? Ən yaxşı dərman. Deməli əzizlərdə sentyabrın axırı və yaxud ola bilər ki, bəzilərində oktyabrın 10-u, 15-dən sonra da tüklərini tökə bilərlər. Buna kimi yaxşı yumurta kəsilməyə də bilərlər. Yəni sentyabrın axırından oktyabrın 15-i, 20-si, hətta axırına kimi belə gedə bilərlər. Ancaq sonra tüklərini töksələr, onlarda belə deyək də noyabr, dekabr ayları yumurtamayacaqlar, gec yığacaqlar. Ona görə tez yığmaqları üçün onlara Chictonic alıb verirsiniz. Yəni baytarlıq aptekində satılır. İndi bilənlər bilir, bilməyənlər üçün. Chictonic ümumiyyətlə çox gözəl vitamindir, düzdür. Balaca yeni düzəllə onu vermək düzgün deyil. Qarın ağrısına salır, yəni yeni olmuş. 1 ayını keçmiş, 45 günlük, 2 aylıq düzəllə təbii ki vermək olar. Ancaq belə deyək də 1 aylıq bir ayına kimi çalışın düzəllərə onu verməyin. Böyük toyuqlara isə təbii ki vermək olar. Necə verirsiniz? Misal üçün toyuqlar yumurtadan kəsildi, görürsünüz ki dam tükdü, tükünü töküblər, başlayırsınız 1 litr suya 1 qram və yaxud tez eləmək istəyirsə 2 qram ondan qatıb versin. Toyuğun sayından asılıdır. Misal üçün sizin toyuqlar günə 5 litr içirsə ona 10 qram, 10 litr çoxdursa toyuğunuz 10 litr içirsə ona belə deyək də 20 qram verirsiniz. Chictonic'in mən 100 qramlığını alıram, deməli 3 manata. Hətta onun belə 1 litrliyi də var. Onu 30 manata zada belə almaq olar, bəlkə də ucuz biraz da. İndi düzdür, bəzi yerlərdə dərmanlar qalxır eləyir. Ancaq yəni tapmaq olar da, yəni 25-30 arasıdır litrliyi. Bunu deməli alırsınız. 100 qramlığını belə baytarlar özü yaş birsə çəkib verirlər. İş biristə 20 qram olur, onu 1 manata verirlər. Ancaq 100 qram alanda özləri butulkaya töküb 100 qramlıqla o araq butulkaları olur. Elə verirlər, sonra özünün asıl bu 100 qramlığı olur. Düzdür, bilməm, bəzi baytarlarda olmur. Bəzi baytarlar 1 litrini alırlar, elə tökürlər. İndi orada da nə qədər də olmasa şey olur da, elə bilim qazanırlar. İndi özləri bilir, nəysə. Yəni o 100 qramlığı alıb onu hardasa məsələn 10 litr suya 25 gün belə verə bilərsiniz. Düzdür, indi istəsəz çox da verə bilərsiniz, 10 gün zat da. Onu içdikcə toyuqların tükü tez bərpa olacaqdır. Yəni siz misal üçün 100 qramlıqdan alıbsınızsa 2 dəfə alın, belə deyək də 3 manat verin, 6 manat. Məsəl üçün tüklərini tökdü, onu verirsiniz 5 gün dalvadal və 1 həftə keçəndən sonra yenə 5 gün dalvadal verirsiniz. Bu nə edir? Bu toyuqların tükünün tez yığmağına şey olur, vasitə olur və toyuqların tükü tez yığılır. Başlayırlar, misal üçün belə Chictonic verməsəz 2 ay çəkəcəkdir onların tükünü yığmağı, özlərinə gəlməyi, oktyabr, noyabr. Dekabrda da havalar soyuq olur, yaxşı yumurtaya da bilər, yumurtamaya da bilər.
Ancaq şeydə onun adı nə idi? Bunu versəz bir aya tüklərini yığacaqdır və bu vitamini də içdikdən gücləşəcəkdir və başlayacaqlar belə deyək də tez yumurtlamağa. Ona görə bir ay siz qabağa düşürsüz. Ümumiyyətlə toyuqlara əziz izləyicilər, qış aylarında çiktonik vermək çox məsləhətdir. Mən də digər videolarımda demişəm, yenə deyirəm. Kış aylarına döndü ümumiyyətlə bax sentyabrdan sonra oktyabr, noyabr, dekabr, yanvar, fevral, hətta martda da belə ayın əvvəlində 5 gün, 6 gün sularına çiktonik qatın, verin qoy içsinlər. Bu çiktonik onlara xeyirdir. Bu soyuq aylarda onların immunitetini artırır, vitamindir. Çünki bilirsiniz ki soyuq aylarda yağışlıq olur, nə bilim bəzi yerlərimizdə qar olur, ot olmur, gün olmur. Bunlar vitamin ala bilmirlər. Ona görə də yəni o çiktonik onların hamısını bərpa edir. Yəni çiktonik vermək məsləhətdir. Hətta yəni belə deyək də yumurtlayan toyuğa belə çiktonik versəz, yəni çünki yumurtayı gücü gedəcəkdir soyuqdan, nə bilim o yayda yığdığı enerjini, zadı bütün hamısını, vitamini zadı soyuq aparacaqdır. Belə deyək də yaxşı vitaminlər yeməyəcəkdir, immuniteti zəifləyəcəkdir və yumurtadan kəsiləcəkdir. Ona görə bu qış aylarına dönəndə havalar soyuyanda həm yaxşı verin yemini, həm də ki sularına çiktonik qatmağınız məsləhətdir. İndi mən gələn videomda da danışacağam ki, toyuqları yaxşı yumurtlamaq üçün nələr vermək lazımdır. İçəridə işıqlarını nə qədər etmək lazımdır ki, işıqları nə qədər yansın, yerləri neçə dərəcəsində olsun və hansı yemlərdən vitaminli yemlər, nə qatqılar qatıb vermək olar da, yəni vitaminli təbii vitaminlər qatıb vermək olar ki, yaxşı yumurtasınlar. Bax belə əziz izləyicilər, bugün də istədim bir balaca bu haqda danışan məlumat verəm. Hər kəsə təşəkkürlər. Kanalımıza, Quşlar TV-yə, Lal Ördəklər TV-yə, həmçinin Kənd Heyvanları kanalına abunə olun. Videolarımıza da like qoyun. Artıq dərəcədə sizdən xahiş edirəm. Like qoyun ki, qoy videolarımız inkişaf eləsin. Mən də həvəslə gözəl-gözəl belə videolar hazırlayım, sizinlə paylaşım. Artıq dərəcədə sizdən xahiş edirəm. Çünki baxsız, like qoymusunuz, videolarda inkişaf eləmir. Mən də həvəsdən düşürəm. Ona görə artıq dərəcədə xahiş edərdim ki, kim abunə deyilsə abunə olsun və videolara baxanlar da like qoysun. Sağ olun əziz izləyicilər, salamat qalın.